Xamneyi öldürüldü mü deyirsiniz bəzilər mənə? Yox, təbii ki. Mənim üçün yox, sizin üçün, dünya üçün öldürüldü. Məncə, mason oyunların bir parçasıydı. Cihad elan olunub büyük savaşlara aparması üçün Xamneyini vaxtilə ora gətirən güclər sənin missiyan bitdi və bu cür bitirməlidir. Sən artıq gəl, qoca qalan günlərini masonlara aid olan dünyanın hansısa bir adalarında yaşa deyib. Bu mənim fikrimdir, məncə. Çünki dünyada gedən hər bir şey, oynadığı futbolundan tutmuş hər bir şey siyasətin yalandır bugünkü gün. Dünyada bir şey gedir, mənim fikrimcə. İnsan azaltmaq, şəhərləri çökəltmək, təzə eyrə dünyanı gətirmək. Bunu hər zaman illərdir deyən adam eyni şeyləri təkrar edirəm. Çünki sizləri soruşursunuz ki, Nadim bəy, nə görürsünüz, nə hiss edin, nə görəcəm? Bu vaxtacan iki dövlətlər arasında savaş gedirdi. İndi çoxlu dövlətlər qatılır bu məsələyə. Yavaş-yavaş niyə? Çünki dünya savaşı gətirir. Allah əsas bu savaşın içində baş verəcək büyük dini savaşlardan qorusun. Çünki artıq ölkələr öz arasında savaşanda ordularda o qədər çox qəzəblənərək savaş getmir. Masonlar da o sərf eləmir. Artıq dini savaşlar daha çox qızışdırmalıdır ki, daha çox ölümlər baş versin. Bu mənim fikrimdir şəxsi. Mən belə analiz şərh edirəm. Mənim də bir şərh etməyə hüququm, ixtiyarım var. Və o yüzden düşünürəm ki, bu Xamneyi baba büyük dünyada ölümlərə getirə biləcək bir senaryasını yazdı və getdi öz mason babaların cənnət adasına. İndən sonra baş verəcəklərdən qorusun bölgəni. Deyirsiniz ki, Xamneyi baba öldü. Qurtardı mı bu iş? Mən bugünkü gün efirlərə çıxıb o şərhləyən adamlara inanıb onlara baxıb danışan adam deyiləm. Onlar vaxtilə savaş olmayacaq deyən adamların çoxudur bugün şərh eləyir efirlərdə. Mən onlardan deyiləm. Mən nabarot sizin görmədim. Siz əsas bilirsiniz nədən? Hava yoxlayan aparatlarını çalışın. Nə qədər də olsa bu havada olan prosesləri yoxlaya bilən mümkünatı varsa onu bir yoxlatdırmağa aparat al. Bir də havadan öldürə biləcəyi bir dərmanlar falan, bir xəstəliklər içindəki oyadan daha çox qarmonları oyadan bir şeylər varsa onlara qarşı dərmanlar al. Hakimlərdən maraqlan soruş. Bir də nə bilim qida, yemək onlar üçün düşünün. Çünki bizim ölkə savaş olan ölkə deyil. Çünki cənab prezident bizim ölkəmizi savaşsız qoruyacaq. Onu hər zaman demişəm. Hətta İranı vurandan əvvəl dedim ki, qorxma, Azərbaycan yəni bombalamaq, savaş görməyəcək. Hələ də, yəni bu yaxın müddətlərdə bunu yoxdur. Amma başqa ölkələr bu görəcək. Görürsünüz ki, başqa ölkələrin vururlar, bizdə yoxdur. İndi şərh edənlər deyir ki, orada Amerika şeyləri var, o var, bu var, ona görə vurur. O vaxtacan o şeyə görə danışmır. İndi gedən gedişata baxaraq bunu danışır da. Neyse siz dostlar, siz zaten doğru sözü diyen insanı ya anlayansınız ya da anlamak isteyensiz. Size bu şeyler o kadar da çatanda değil çok adamlar. Dünyada insan azaltmak ve şehirleri çökürtmek prosesi gedir ve bunu hər cür şəkildə eləyir. Daha da çox sürətləndirir. Ortalığa qoyur, neft sazişləri, nə bilim, nüklər bombalar eləyirsən. Hər bir bahanə ilə ölkələr arasında savaşlar yaradır və oyun içində oyun qururlar. Hələ bu işlərə Türkiyə qatmaq, nə bilim nə, dünyanın bütün bu hala gətirmək prosesi gedir. Biz bunu görə bilmiriksə, daha nə deyək? Görə biliriksə, deyirsinizsə ki, kimlərəsə qulaq asıb, onu deyirsinizsə, eybi yoxdur, mən kimlərəsə qulaq asıb bunu deyən olsun. Amma bəs mənim illər 2013-cü, 14-cü ildə dedik şərhlər, dediyi danışıqlar, hamısı videolar qalıb da, YouTube'da, Instagram'da, Facebook'da və bunlara nə danışacaqsınız? Sizə ağıllı adam, doğru danışan lazım deyil. Sizə bugünkü gündə efirlərdə baş qatan, şərh edən, gedən gedişat efirlərdə hər kəs nə deyirsə, bizim şərhçilər də onu deyir də. Heç kim gizli qapaların arxasında nələr ola biləcəyini danışıb açan bir şərhçi var mı? Yox. Onlar da efirlərdədir. Niyə Nadim kimi vaxtı ilə dedikləri bugün doğru çıxardan adam çıxartsın ki,
Nadim deyəcək axı, əsas bu proseslər nə üçün? Nadim deyir də insan azaltmaq falan. Bunu kim, hansı efir qoyacaq ki, desin ki, insan azaltmaq üçün bunu eləyir? Kim buna icazə verər ki? Heç kim. Onlar deyəcək ki, sən nədir? İran nüklər hazırlığı gedirdi. Amerika ona yox dedi, eləmə. Amerika ilə bunlar onun üstündə qırğına çıxdı və ona görə də savaş gedir. Güya nüklər. Həmən o İranın başında olan Xamneyni baba da o masonların ora gətirib qoyduğu Trump baba da və bir çox babaları, bir çox o güclü qərar verən o böyük dövlətlərin liderlərinin arxasında elə bir güclər var olduğunu düşüncəsindəyəm ki, onlar zid gedən bir ölkələrin arasında zid gedən proseslər yaradın deyir. Torpaqlara görə olsun, neft sazişlərə görə, orada Ukrayna NATO'ya qoşulacaq deyə başladı bu savaş. Rusiya dedi ki, sən NATO'ya qoşulsa biz belə. Bunlar hamısı insan azaltma şəhərləri çökürtmək ki, biz nə vaxt bunu başa düşəcəyik? Başa düşüb neyini? Heç nə. Otur Allah deyə bir dənə ondan istə. O da nə bilim, eləmir də neyini? O da bizə elə bu savaşlar vəd verir. İndi də cihad verə ilan edəcək. Get cihadda da qoşulun. Qalanlar da orada o cihadda ölün. Düşünün ki, cihad, elan, o cənnət. Belə də Allahın verdiyi bir gündür bu cür yaşa, nə deyim ki. Masonlar öz istədiyini də çatsın. İnsanlar başa düşsə, bizim kimi insanların dediklərimizi ki, insan azaltması üçün eləyir. Sivillər hamısı bir yerdə, bütün dünya qalxıb ayağa, onların verdiyi qərarlara, əmirlərə tabe olmasa, ay Amerikan ordusu, sən İranı niyə vurursan? Axırı gəlib sənə də çatacaq. Sənə də ali, sən adi bir vətəndaşsın. Sənə çatacaq. Ay İranda olan o bütün savaşlara doğru gedən qərar verənlər deyil. Onun əl altı adi sivillerin balalarıdır. Getməməli. Onlar getdikcə, qulaq asdıqca bütün dünya bu hala gələcək. Sağ olun.